Hər vaxtınız xeyir olsun yoldaşlar, hər birinizi xoş gördük. Telegram kanalında paylaşdığımız bir sual vardı, həmin sualın izahına baxaq. Demək, cədvələ əsasən uyğun fikirləri tapmaq lazımdır. Cümlə ilə bağlı fikri və qarşısındakı hökmü hər birini uyğunlaşdırmaq lazımdır. Bizdən uyğunluq istədiyinə görə, əgər doğru fikir yazıbsa, qarşısında doğru fikir axtarmalıyıq, yanlış yazıbsa, yanlış axtarmalıyıq. Bu nəzərinizdə qalsın, çünki buradan yola çıxaraq çaşdıra bilərlər. Bəzən uyğunsuzluq verər, bu zamanda tərsinə baxmaq lazımdır. İndi baxaq. Kötan nə bilir, qarşı nə çəkir? Komponentlər bağlayıcı sözlə bağlanıb və yazıb ki, doğrudur. Bu fikir yanlış bir fikirdir. Nəyə görə yanlış bir fikirdir? Kötan nə bilir, qarşı nə çəkir cümləsində işlənən nə sual əvəzliyi bağlayıcı söz roluna çıxış eləmiş olmur. Səbəbləri müxtəlifdir. Birincisi, bağlayıcı söz baş cümlədə gəlmir. Bu cümlənin baş cümləsi birinci, budaq cümləsi ikinci gəlir. Kötan nə bilir ki, qarşı nə çəkir? Əgər baş cümlə birinci gəlir, budaq cümlə ikinci gəlirsə, baş cümlədə gördüyün sual əvəzliyi bağlayıcı söz deyil. Həmçinin biz bura ki bağlayıcısını artıra bilirik. Bağlayıcı sözlə ki bağlayıcısı əsasən bir cümlədə işlənmiş olmur. Bunlar sənə əsas verir deyərsən ki, burada gördüyün sual əvəzliyidir. Amma həmin sual əvəzliyi bağlayıcı söz rolunda çıxış etməyib. Bu cümlənin komponentləri intonasiya ilə bağlanmışdır. O zaman yay ayları idi, amma havalar sərin idi. O zaman ilk baxışdan bizi aldadır, əvəzli qəlib olmaq cəhətindən, amma diqqətli olsaq görürük ki, bu cümlə qarşılaşdırma ilə qayı tabesiz mürəkkəb cümlədir. Yəni o zamanın orada hər hansısa bir əvəzli qəlib kimi rolu yoxdur. Demək, burada verilən fikir də yanlış bir fikirdir. Düzdür, onun məlumatı yox idi. Çünki hadisədən xəbərsiz idi. Düzdür, doğrudur tipli modal sözlər tabe mürəkkəb cümlənin komponentlərində bağlayıcı vasitə rolunda çıxış edə bilir. O zaman olar ki, cümlə qarşılaşdırma əlaqəli tabeli mürəkkəb cümlə olsun. Yəni, qarşılaşdırma məzmunlu bir cümlə özünü göstərməlidir. Ola bilər ki, qarşılaşdırma məzmunlu sadə və yaxud da ki, tabesiz mürəkkəb cümlədir. Əvvəlinə düzdür qoyub, biz onu tabeli mürəkkəb cümləyə çevirə bilirik. Amma bu cümlədə həmin o qarşılaşdırma mənası yoxdur. Cümlə səbəb budaq cümləsidir. Onun məlumatı yox idi, çünki hadisədən xəbərsiz idi. Buradakı çünki sənə əsas verir. Deyərsən ki, buradakı düzdür, hər hansı bir bağlayıcı vasitə rolunda çıxış etmiş olmur. Demək, bu yanlış bir fikirdir. Evdə çörək yoxdursa, mənə xəbər edin. Burada sa hissəcikdir. Sa feilin şərt şəkilsi olanda təsriflənən feilə qoşulur. Ya feilin kökünə başlanğıc formasına ya da inkar şəkilsindən sonra qoşulur. Yox, predikativ sözdür. Burada gördüyünüz sa hissəcikdir. Bu bir. İkinci bir tərəfdən, burada diqqət edəcəyiniz və ən çox edilən səhvlərdən biri qaydanın düzgün şəkildə oxunulmamasıdır. Baş cümlə budaq cümləyə şərt şəkilsindən bağlanmayıb. İlk baxışdan çox doğru gəlir. Amma yanlışdır. Çünki baş cümlə budaq cümləyə bağlanmır. Budaq cümlə baş cümləyə bağlanmış olur. Düzdür, şərt şəkilsindən bağlanmayıb, amma qaydanı belə verməlidir. Budaq cümlə baş cümləyə şərt şəkilsindən bağlanmayıb. Burada verilən fikir yanlışdır və diqqət tələb edən məsələdir. Hətta Dövlət İmtahan Mərkəzinin özünün belə test topusunda bənzər bir örnək var. Yəni, istər abituriyent, istər MİQ-in hər ikisinin qarşına çıxa biləcəyi bir məqamdır. Bir balaca diqqət tələb edən məsələdir. Başa düşürsənmi? O artıq bura gəlməyəcək. Burada verilən nümunədə m baş cümlədə gəlir. M əgər baş cümlədə gəlirsə, sual funksiyasını saxlayırsa və ya özündən sonra ki bağlayıcısını qoşa biliriksə, başa düşürsənmi ki, o artıq bura gəlməyəcək. Demək, m baş və budaq cümləni bağlayan vasitə deyil. Ona görə burada verilən fikrimiz də yanlış bir fikirdir. Uyğunlaşdırsaq, doğrunun qabağına doğru, yanlışın qabağına yanlış lazımdır bizə. Baxsaq, bütün fikirlər yanlışdır solda verilənlər. Sağda verilənlə uyğunlaşdıranda 3 və 5-də verilən fikirlər uyğun olur və sualımızın doğru cavabı olur C variantı.